Bilirsən, qəribədir. Bəzi insanlar bir qərar verir və məsələ bitir. Heç nə izah etmirlər, üzr istəmirlər, niyə belə etdiklərini açıqlayan uzun mesajlar yazmırlar. Və insanlar onlara inanılmaz dərəcədə hörmət edir. Amma çoxumuz isə roman yazırıq, səsli mesaj göndəririk, heç nə soruşmayan adamlara belə hər şeyi izah edirik. Və nə qədər çox özümüzü doğrultmağa çalışırıqsa, bir o qədər az hörmət görürük. Məsələ budur. Səni ciddi qəbul etməmələrinin səbəbi səhv qərar verməyin deyil. Səbəb odur ki, sən o qərarı elə izah etməyə davam edirsən, sanki kiminsə icazəsinə ehtiyacın var. Mən bunu həmişə edirdim. Verdiyim hər qərarı kiməsə izah etməli olduğumu düşünürdüm. Məclisə gəlməyəcəm çünki yorğunam. Sabah işim var. Belim də ağrıyır. Bəlkə gələrəm, tam əmin deyiləm. Sonra yazaram. Bu izah deyil, bu yalvarmaqdır. Bunu başa düşməyim çox vaxt apardı. Bugün heç kimə izah etməməli olduğun şeyi analiz edəcəm. Ən sadəsindən ən güclüsünə qədər. Və indidən xəbərdarlıq edirəm. Axırıncısı narahat edəcək. Çünki hamımız bunu edirik, amma demək olar heç kim bu haqda danışmır. Amma bunu etməyi dayandıran kimi hər şey dəyişir. Başlayaq. Birinci, sənin yoxun. Başa düşməsə ən asan, praktikada isə nədənsə ən çətin şeydir. Hər dəfə biri səndən nəsə istəyəndə və sən imtina edəndə, insanların çoxu dərhal səbəb əlavə edir. Edə bilmərəm çünki planım var. Vaxtım yoxdur. Gəlməyəcəm çünki filan şey var. Qulaq as. Yox tamamlanmış bir cümlədir. Sən yoxunu izah etməyə başlayan kimi qarşı tərəfə kart vermiş olursan. Artıq o bilir hansı arqumentlə səni sıxışdırsın. Deyəcək, cəmi dəqiqə çəkəcək. Mən elə bilirdim boşsan. Bu mənim üçün çox vacibdir. Və sən artıq qərarını qorumağa yox, səbəblərini müdafiə etməyə başlayırsan. Bunun yerinə bunu yoxla. Kimsə sənə etmək istəmədiyin bir şeyi təklif edir. Sən deyirsən, edə bilmərəm və məsələ bitir. Nə səbəb, nə üzr, nə hekayə. Sadəcə sakit və aydın. Bax gör nə olur. İnsanların çoxu daha israr etməyəcək. Çünki mübahisə edəcək heç nə qalmayıb. Onlara istifadə edəcək arqument vermədin. Sadəcə faktı dedin. Saf yoxun gücü budur. Qısa, sakit, qəti. Və görəcəksən ki, insanlar yoxuna nə qədər tez hörmət etməyə başlayacaq. İkinci, həyat tərzin. Nə yeyirsən? Saat neçədə yatırsan? İçki içirsən ya yox? Həftə sonunu necə keçirirsən? Tək nə qədər vaxt keçirirsən? Bunların heç biri müdafiə tələb etmir. Amma insanların çoxu həyat tərzini heç bu söhbətə dəvət olunmayan adamlara izah etmək üçün inanılmaz enerji sərf edir. Kimsə öyrənir ki, sən ət yemirsən və birdən dəqiqəlik mübahisənin içindəsən. Halbuki heç istəməmişdin. Kimsə öyrənir ki, saat 2 nətərdə yatırsan və gülməyə başlayır. Biri eşidir ki, tək səyahətə getmisən və soruşur. Hər şey qaydasındadır? Bunun psixologiyası budur. Sən seçimini müdafiə etdikdə, əslində onun təhlükədə olduğunu göstərirsən. Amma sakit və dəyişməz olanda seçimin daha möhkəm görünür. Sanki onların təsdiqinə ehtiyacın yoxdur. Çünki artıq öz təsdiqin var. Bunu yoxla. Növbəti dəfə biri niyə nəyisə etdiyini və ya etmədiyini soruşanda sadəcə de. Mənə uyğundur. Cəmi 4 söz. Vəssalam. Nə mühazirə, nə statistika, nə kimsə inandırmaq cəhdi. Mənə uyğundur. Qısa, sakit, hazır. Təəccüblənəcəksən ki, bu cümlə sorğu-sualı başlamamış bitirir. Üçüncü, karyera yolun və gəlirin. Bu xüsusilə ailə və köhnə dostlarla bağlı çoxlarının düşdüyü tələyə çevrilir. İş dəyişirsən, biznes açırsan, sevdiyin iş üçün daha az maaşa razılaşırsan və birdən hamının fikri olur. Sadəcə həyatını yaşamaq yerinə qərarının doğru olduğunu sübut etməyə başlayırsan. Statistikalar göstərirsən, rəqəmlər danışırsan, saatlarla öz qərarını müdafiə edirsən. Bu əslində nəyi göstərir? Mən özüm də tam əmin deyiləm və özümü yaxşı hiss etmək üçün sənin razılığına ehtiyacım var. İnsanlar bu qeyri-müəyyənliyi hiss edir. Adını qoya bilməsələr belə. Və qeyri-müəyyənlik tənqidi özünə çəkir. Kimsə sənin karyeranı və ya gəlirini sorğulayanda sakit şəkildə getdiyim yoldan razıyam desən, hər şey dəyişir. Onların fikri ola bilər, amma sən göstərirsən ki, bu fikir burada hökm verməyəcək. Sən rəy istəmirsən, sən məhkəmədə deyilsən. Sənin karyeran sənin işindir. Və onu nə qədər çox müdafiə etsən, bir o qədər qeyri-stabil görünəcəksən. 4. Fərq budur ki, səbəbi deyib deməməyə sən qərar verirsən, onlar yox. Sərhədlərinə qərar kimi baxmağa başlayan kimi, insanlar onları daha çox hörmət etməyə başlayacaq.
Yox ona görə ki, birdən yaxşı oldular. Sadəcə sən onlara səninlə necə mübahisə etməyi öyrətməyi dayandırdın. 5. Keçmişin. Bu başqa cür vurur. Çox insan hardan gəldiyini izah etməyə məcbur hiss edir. Buraxdığı səhvləri, çətin keçən illəri. Sanki əvvəlcə keçmişini mühakimə etməlisən ki, indiki halın olmağa haqq qazanasan. Çətin dövrlərdən keçmisən, pis qərarlar vermisən, nəyisə və ya kimisə itirmisən, dəyişmisən. Bunların heç biri üzr tələb etmir. Sən keçmişin deyilsən və heç kimə A nöqtəsindən B nöqtəsinə necə gəldiyin barədə detallı hesabat borclu deyilsən. Təsəvvür et, 2 nəfər otağa girir. Biri çox şey yaşayıb, amma bunu zireh kimi daşıyır. Sakit, möhkəm. Digəri isə öz hekayəsini onu mühakimə edə biləcək hər kəsə danışmağa ehtiyac hiss edir. Hətta heç kim onu mühakimə etməmişdən əvvəl. Hansı daha güclü görünür? Sükut, hər dəfə. Çünki keçmişin barədə susmaq gizlənmək deyil. Bu avtoritetdir. Bu o deməkdir. Mən harlı olduğumu bilirəm və sənin hökmünə ehtiyacım yoxdur. Keçmişin sənindir. Heç kimə ekskursiya borclu deyilsən. 6. Fikirlərin. İnsanların çoxu bunu nəzəriyyədə başa düşür. Amma real həyatda tam əksini edir. Bir fikir bildirirsən, kimsə etiraz edir və sən dərhal geri çəkilməyə başlayırsan. Bilmirəm. Sadəcə mənim fikrimdir. Səhv ola bilərəm. Bəlkə sən haqlısan. Sənin baxışını başa düşürəm. Bu təvazökarlıq deyil, bu təslim olmalıdır. Biri yaxşı arqument gətirdiyi üçün fikrini dürüstcə dəyişmək başqa şeydir. Biri sənə sərt baxdı deyə dərhal dağılmaq başqa. Hörmət edilən insanlar birincisini edir. Məntiq qarşı tərəfdədirsə, həqiqətən mövqələrini dəyişirlər. Amma kimsə səsini qaldırdı deyə və ya sərt baxdı deyə öz düşüncələrindən imtina etmirlər. Praktikada bu belə səslənir. Kimsə sənə təzyiq edir. Sən panikaya düşmürsən, üzr istəmirsən. Sadəcə deyirsən, səni eşidirəm, mən fərqli düşünürəm. Vəssalam. Nə qarşı tərəfi rədd edirsən, nə müharibə başlayırsan. Sadəcə mövqeyini qoruyursan. Bir cümlə, səni eşidirəm, mən fərqli düşünürəm. İnsanların səninlə davranışını dəyişəcək. Çünki çox tez başa düşəcəklər ki, təzyiq səni sındırmır. Və insanlar başa düşəndə ki, səni balansdan çıxarmaq olmur, sənə tamam fərqli yanaşmağa başlayırlar. 7. Özünə verdiyin dəyər. Ən vacib hissə budur. Heç kimin açıq demədiyi, amma bütün əvvəlki maddələrin mərkəzində duran şey. Hər dəfə qərarlarını həddindən artıq izah edəndə bir mesaj verirsən. Normal hiss etmək üçün başqasının təsdiqinə ehtiyacın var. Hər dəfə yoxunu, sərhədlərini və fikirlərini müdafiə edəndə bir siqnal göndərirsən. Mən bu qərarı sənin icazən olmadan verməyə layiq olduğuma tam əmin deyiləm. Və insanlar bunu hiss edir. Bəlkə sözlə ifadə etmirlər, amma hiss edirlər. Və sonra psixologiyanın ən proqnozlaşdırılan şeyi baş verir. İnsanlar sənə özünə necə davrandığın qədər dəyər verir. Özünü izah etməyi dayandıranda nəsə dəyişir. Bu kobudluq deyil, soyuqluq deyil. Bu artıq qərarını vermiş insan kimi davranmaqdır. Niyə etdiyini bilən insan kimi. Təsdiqə ehtiyac duymayan insan kimi. Və bu enerji, sakit, möhkəm, dəyişməz enerji, bir insanın istənilən otağa gətirə biləcəyi ən cəlbedici şeydir. Mənim üçün hər şey dəyişən də bu oldu. Əllərimi havaya qaldırıb, müdafiə rejimində danışmağı dayandırdığım gün hər şey dəyişdi. İnsanlar məni test etməyi dayandırdı. Məni ciddi qəbul etməyə başladılar. Çünki əvvəlcə mən özümü ciddi qəbul etməyə başladım. Yekunlaşdıraq. Səni izah etməyə dəyən şey. Onları izah etməyi dayandır və hər şey dəyişəcək. Yoxluğunu izah etməyi dayandır. Həyat tərzini müdafiə etməyi dayandır. Karyeran üçün hüquqi müdafiə qurmağı dayandır. Sərhədlərini danışıqlara çevirməyi dayandır. Keçmişini məhkəməyə çıxarmağı dayandır. Kimsə sənin fikrinlə razılaşmayanda dağılmağı dayandır. Və ən əsası, öz dəyərinin başqasının təsdiqindən asılı olduğunu göstərməyi dayandır. Hər şey gəlib buna çıxır. İzah edilməyən özgüvən mövcud olan ən güclü sosial siqnallardan biridir. Nə təkəbbür, nə aqressiya, sadəcə sakit qətiyyət. Elə bir qətiyyət ki, auditoriyaya ehtiyac duymur. Videonu bəyənməyi və daha çox maraqlı məlumat üçün izləməyi unutmayın. Hər gün yeni paylaşımlardan xəbərdar olmaq üçün abunə olun.